Mənim atam da şair idi. Evdə ancaq şair mühiti görürdüm. Şeirdən söhbət görürdüm, şeir kitabları görürdüm. Bu, uşaq vaxtı maraq yaratmışdı mənə. İlk dəfə 96-98-ci illərdə Azərbaycan televiziyasında bəzi uşaq verilişlərində iştirak etmişdim. Və daha sonra isə hərbi xidmətə yola düşdüm, kursant oldum və leytenant rütbəsi ilə Ağdamda, Cəbhə bölgəsində 2 ilə yaxın xidmət etdim. Səngər həyatında qeydlər aparmağa başladım. Gəldikdən sonra isə bu qeydlərimi şeir halına çevirdim və şeirlərim çap olduqca yazıçılar birliyinə üzv oldum, prezident təqaüdü aldım, Gənclər və İdman Naziri tərəfindən ilin gənci mükafatı aldım. Deyərdim ki, sevgi şeirləri də olsa, təbiət şeirləri də olsa, içindən həmişə Ağdamda yaşadıqlarım keçirdi, səngər həyatı keçirdi və ona görə də şeirlərimin bir çoxunu səngər zabitinin dilindən və yaxud da səngər şeirləri adı ilə təqdim edirdim və müharibə şairi deyirdilər. Adam özünü bir qədər alçalmış hiss eləyirdi. Sən müharibə şeirləri yazırsan, amma əslində Azərbaycan torpaqları işğal altındadır. Taleyə gətirdi ki, 2020-ci ilin Vətən müharibəsində ehtiyatlı olan zabit kimi müharibəyə yola düşdüm. Vətən müharibəsində gördüklərim, şahidi olduqlarım, daha çox hisslərlə bağlı qeydlərimi şeirə çevirdim. Şuşada Cızbüzün qarşısında yüksəkliklər var. Müharibə qutarında biz oradaydıq. Müəyyən qeydlərimi artıq böyütdüm, yazdım və Sən azadsan şeirimi də əslində orada yazmışdım. Saçımda anamın xınası, yolların ayaqlarım üçün duası, gözlərimdə hələ bizim olmayan uzaqlıq deyir. Sən azadsan, sən azadsan. Ayaqlarım cığırlara yalvarır. Qarabağ, biz sənin övladınıq, ilk dəfə gördüyün övladlar. At ayaqlarımızdan uzağa, bətnində gizlətdiyin minaları. Günlərdə danışmırıq. Bilirəm, narahatsan, ana. Bəlkə gecələri ağlayıb şəklimlə ovunursan, ana. Səni Füzulidən eşidirəm, ana. Səni Cəbrayıldan görürəm, ana. Sənə Şuşadan əl yelləyirəm, ana. Formamda şəhid qardaşlarımın qanı, gözlərimdə 44 gecənin yuxusuzluğu, biraz həyəcan, biraz da sevinç tərinə qarışan geyimim, Qarabağ torpağı ilə, palçığı ilə büsbütün vətənləşən bədənimiz və bizi gözləyən Azərbaycan meydanlarda, ürəklərdə gözləri ilə hayqırır. Sən azadsan, sən azadsan. Sən azadsan.